Çin və Azərbaycan arasında imzalanan bəyanat həm qlobal mediada, həm də elə region müstəvisində də geniş müzakirələrə səbəb olub. Bəs kosmik tədqiqatlar, yaşıl inkişaf, əqli mülkiyyət və rəqəmsal iqtisadiyyat da daxil olmaqla 20-yə yaxın sahədə əməkdaşlıq bizə nə verəcək? Ən ümdə məsələ düşünürəm ki, Azərbaycanın Çin Xalq Respublikasının suverenliyinə və ərazi bütövlüyünə bir daha dəstəyinin ifadə etməsi, eyni zamanda Çinin də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə etməsi. Digər bir tərəfdən Azərbaycan və Çinin siyasi platformalarda, eyni zamanda iqtisadi platformalarda daha sıx əməkdaşlığa dəvət olunması. Burada mən xüsusilə Çinin irəliyə sürdüyü deməli qlobal tərəfdaşlar qrupuna Azərbaycanın da dəvət olunması məsələsini qeyd etmək istəyirəm. Eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatında harda ki, Azərbaycan dialoq əməkdaşlığı üzrə tərəfdaş statusu daşıyır, artıq Azərbaycanın statusunun daha da üst səviyyəyə qaldırılması, eyni zamanda Çinin Azərbaycana çağırış edərək Ümumdünya Ticarət Təşkilatına qoşulmasının sürətləndirilməsi məsələsində göstərdiyi təşəbbüskarlıq və bir sıra məsələləri qeyd edə bilərik.